məcburi köçkünlərin köçürülmələrində bəzi ciddi problemlər var. Kanal 21-in hüquq şöbəsinin müdiri Əzami Mamedov Bərdə rayonunda icra hakimiyyəti və polis orqanlarının fəaliyyətindən əhali arasında narazılığın olmadığını bildirib. Sakinlərin ümumilikdə aidiyyəti qurumlarının işindən razı olduğunu vurğulayıb. Bununla yanaşı məcburi köçkünlərin köçürülməsi prosesi ilə bağlı bir sıra problemləri də dilə gətirib. Məsələn, bəzi ailələrin yeni mənzillərə yerləşdirilməsi ilə bağlı gecikmələr yaşanır və onlara müvafiq sosial dəstək təmin olunmasında çətinliklər yaranır. Daha ətraflı Əzami Mamedovun öz dilindən dinləyək. Mən Mamedov Əzami Yunusov, Bərdə rayonunda adalı kəndində yaşayıram. Bugünkü çıxış etməkdən məqsədim Bərdə rayonunda olan quruculuq işlərindən və idarə müəssisələrin obyektiv işləməsindən. Belə ki, səmimi deyirəm, Bərdə rayonunun icra başçısı hörmətli Vidadi müəllim, mən görməmişəm ki, bu 15-20 ildə, 30 ildə yəni o işləri müddətdə bir yanıma gələn ola ki, Vidadi müəllimlə narazıyam, mən onun şikayətim. Bunu görməmişəm, buna görə də belə icra başçılarına minnəttar olmalıyım. Eynilə də Bərdədə narkomaniya baş alıb gedirdi. Tərtər bir yanlışı bir gündə idi. Ağdam, bunun hamısı Ağcabədi. Cənab Dağüstən Nazir və Hörmətli Mülayət Eyvazovun dəyişəndən sonra, bəzi dəyişiklik etdikdən sonra hazırda demək olar ki, narkotik yox vəziyyətində. Bunu görüb deməmək ən azından insaniyyətli, öz fikirləri insanlığa qısamayaq. Necə olur ki, kusurlar olanda deyə bilirik, yaza biliriksə, yaxşı işlər olanda onu da demək lazım. Həm də səmimi deyirəm, deməli neçə gündür yağış yağırdı. Bərdə yol idarəsinin müdürü hörmətli İlham müəllim oldu, səhv etməkdə, hamıyasanı bilmirəm, tanımıram, üzdə geçəkəm. Ancaq maşınların, onun yola baxan qredildən, maşınların yağışdan sonra yağışlı küçələr ki var, onlarda işləməsi, o su gölməçələrinin doldurulması, digər avadlı işlərin görülməsinin əhəmi şahidi. Buna görə də Cənab Prezidentimiz başda olmaqla Bərdə rayon icra hakimiyyətinin başçısına, hörmətli Vilayət müəllim başda olmaqla adın çəkdiyim rayonun polis şöbəsindən Bərdə polis şöbəsinə, Tərtər, Ağdam, Ağcabədi polis şöbəsinə rəhbərlərinə öz minnətdarlığımı bildirirəm. Var olsunlar, sağ olsunlar. Bəli, əgər kadr, rəhbər kadr yerində olanda vətəndaş məmnunluğu yaradır. Mənim fikrimcə, polisdə işləyənim yoxdur ki, yaltaqlanam. Nə icra hakimiyyətində işləyənim yoxdur, nə də vəzifə istədim. Allahın verdiyinə şükür. Çox təsərrüfatım var, dolanıram. Allah Cənab Prezidentimizə dəyməsin, sahibkaram, dövlətə verdiyim uğursunu verirəm. Normal dolanırıq. İnşallah yəqin ki, rayonumuzda işğallar hamısı azad olur. Yaxın günlərdə, yaxın vaxtlarda icazə verirlər, özümüz tikək. Mən bunu dəfələrlə müraciət edirəm ki, öz ateizmi bərpa etmək üçün icazə versələr baş üstə. Dövlətdən heç almadan edə bilərəm. Yenə də Cənab Prezidentimizlə minnətdaram. Bir də sadəcə onu deyə bilərəm ki, məcburi köçkünlərin köçürülmələrində bəzi ciddi problemlər var. Problemlər nədir? Evi olan, məcburi köçkün kimi ev verilən, evi onlara deyilən olanları, məcburi köçkün kimi ev alan şəxsləri buradan tərdən köçürürlər o biri rayonlara, evli. Ay qardaş, qadan alım səni, bu evli olanları yox, evli normal şəraitdə yaşayır. Heç olmasa ağır şəraitdə yaşayanları, fermalarda olanları, qarlı baxanlarda olanları köçürür. Sonra məsələdə köçürür. Bərdə məsələsi sağ olsun 866 sayı desəmən, ayrı təsərrüfat olmayan, Bərdədə qeydiyyat olmayan, gətir vermir. Şəhid ailəsi də qalıb burada evsiz eşiksiz. Niyə? Yəqin ki, bir gün bunu Cənab Prezident Daşınkomda olan bu çatışmamazlığı aydınlaşdıracaq. Bir daha Cənab Prezident sizə minnətdarlığımı bildirəm ki, Bərdə rayonunda yol idarəsini müdürü, icra başçısının, polis rəhbərinin xüsusi çalışmaları bizdən bu yüksəlir. Allah sizləri qorusun, Allah dövlətimizi qorusun. Var o, hələ ki bu qədər. Kanal 21 olaraq Bərdə rayonundakı vəziyyəti diqqətdə saxlayırıq və əhalinin problemlərinin həlli ilə bağlı atılan addımları diqqətlə izləməyə davam edirik.